Müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu sınavımız MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçündür. Siz daha gözəl, daha sistemli şəkildə əgər imtahana hazırlaşmaq istəyirsinizsə, bu sınavlar sizin üçün bir fürsətdir. Qeyd edim ki, bizim əlavə olaraq sınavlar qrupumuzda artıq aprel ayından fəaliyyət göstərməyə başlayıb. Siz də yararlanmaq istəyirsinizsə, ekranda gördüyünüz 055 527 25 99 nömrəsinə mesaj yaza bilərsiniz. Gəlin baxaq birinci sualımıza. Birinci sualımız inteqrasiya ilə bağlıdır və siz bilirsiniz ki, inteqrasiya sualları illərdir imtahana bir sual düşür. Həm MİQ-ə, həm də sertifikasiyaya bir sualınız inteqrasiya sualıdır. Riyaziyyat dərsində statistik məlumatların təhlili mövzusu tədris olunur. Müəllim şagirdləri qruplara bölür və şagirdlərə belə bir tapşırıq verir. Şagirdlər onlara gündəlik həyatda rast gəlinən problemlərlə bağlı məlumat toplamalıdır. Daha sonra topladıkları bu məlumatları diaqram, qrafik şəklində elektron təqdimat formasında hazırlamalıdırlar. Biz burada riyaziyyatın 5-ci məzmun xəttini gördük, amma yalnız 5-ci məzmun xəttini gördük. Yəni, başqa məzmun xətti görmədik burada. Hesablama yoxdur, cədvəllər içərisində bir hesab əməli yoxdur. 5-ci məzmun xətti məlumat topla, onu qrafik cədvəl formasında təqdim elə. Əlavə olaraq biz burada bir fənni də görmüş olduq, informatika fənnini. Deməli, burada yalnız fənlər arası inteqrasiya var. Yəni, məzmun xətti üzrə mütləq 2 məzmun xətti olmalıdır ki, mən onu fəndaxili üfüqi inteqrasiya götürüm. Bir məzmun xətti olanda fəndaxili üfüqi inteqrasiya olmur. Yadda saxlayın. Keçirəm ikinci sualıma. Azərbaycan dil dərsində şagirdlər keçdikləri mövzuya uyğun olaraq yaşadıkları bölgədə su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı layihə hazırlamalıdır. Onlardan tələb olunur ki, ərazidə mövcud su mənbələrini araşdırsınlar, suyun istifadə sahələrini müəyyən etsinlər, mümkün problemləri təhlil etsinlər. Şagirdlər ərazidəki su sərfiyyatını müqayisə etmək üçün cədvəllər tərtib edir, baxın, diaqram və qrafik qurur, statistik nəticələri şərh edir, əldə etdikləri məlumata əsasən isə proqnozlar irəli sürürlər. Layihənin sonunda şagirdlər öz işlərini elektron təqdimat vasitəsilə təqdim edir və digər qrupların da işi qiymətləndirilmiş olur. Gəlin indi baxaq görək bizdə situasiyamıza əsasən yanlış fikri istəmiş olur. Bu proses şagirdlərdə problem həll etmə, tənqidi təfəkkür, düşünmə, tədqiqat, analitik və təqdim etmə səriştələri formalaşdırır. Bir baxaq, varmı burada problem həll etmə? Nədir mövzu? Su ehtiyatlarının səmərəli istifadəsi. Tənqidi düşünmə də ola bilər burada, analitik bacarıq da ola bilər, təfəkkür də ola bilər, təqdim etmə də ola bilər. Tapşırıq şagirdlərdə məlumat toplama, müstəqil öyrənmə bacarığı, yaradıcı düşünmə səriştəsi formalaşdırır. Baxın, əziz müəllimlər, şagirdlər keçdikləri mövzuya uyğun bir layihə aparırlar. Yəni, bu layihə işidir və layihə işində müəllim şagirdlərə tək fərdi iş verməyib. Biz bunu axırdakı situasiyadan da görürük. Qrup işini qiymətləndirmək var. Yoldaş qiymətləndirməsi varsa, bu fərdi iş deyil. Ümumiyyətlə, layihə 99% hallarda fərdi olaraq verilmir şagirdə. Qrup şəklində həmişə verilir. Bizim səhv variantımız elə B variantı olmuş olur. Daha sonra baxaq, yoldaş qiymətləndirməsi var, kommunikasiya bacarıqları var, fəndaxili inteqrasiyada var, fənlər arası inteqrasiyada var, elektron təqdimat var burada, söhbət Azərbaycan dil dərsindən gedir, uşaqlar su mənbələrini araşdırmalıdırlar, diaqram qurmalıdırlar, cədvəl qurmalıdırlar. Yəni, bu bir növ həm araşdırma, oxuyub anlama məzmun xəttidir. O diaqramları quranda da yazı məzmun xəttindən istifadə edəcəklər. Üstəlik, elektron təqdimatda da uşaq yazı işindən də istifadə etmiş olur. Məsələn, bax, B variantında müəllimlər götürmək istəmir, yanlış variant kimi deyirlər, niyə burada fənn üstü inteqrasiya var? Burada əslində bizə fənn üstü inteqrasiya olduğunu demir ki, deyir, bu cür layihələr fənn üstü inteqrasiyanın əsasını qoymuş olur. Bəli, biz həmişə deyirik ki, problem əsaslı öyrənmə, layihə əsaslı öyrənmənin alt qrupu kimi hesab olunur, yəni alt formasıdır. Bu bir növ problem əsaslı öyrənməyə aiddir. Yəni, bu problem əsaslı öyrənməklə biz şagirddə o qədər reallaşdırırıq ki, sonra gəlib layihə əsaslı öyrənməni reallaşdırırıq. Davam edirəm 3-cü sualla.
İki nöqtə arasındakı məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edin. Deməli, bir məsələ verilib və bu məsələdə şagirdə düsturda verilib. Təbii ki, biz bilirik ki, əgər məsələdə artıq düstur verilirsə, məsələnin şərti verilirsə, düstur formasında və yaxud da verilənlər orada göstərilirsə, o zaman biz bunu nə götürürük? Anlamaq mərhələsi, yəni artıq tətbiq etməyə götürmürük. Tətbiq o zaman olar ki, şagird öyrəndiyindən istifadə etmiş olsun. Yəni orada artıq müəllim şagirdə düstur verməsin. Şagird özü bilsin ki, Pifaqor teoremindən istifadə etmək lazımdır. Müəllim dərsdə bədii mətn üzərində iş apararkən əsərin ideyası, obrazların davranışları ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə istiqamətləndirir ki, uşaqlar bir-birlərini diqqətlə dinləsinlər, deyilənlərə əsaslanaraq yeni suallar versinlər və dialoq şəklində fikirlərini inkişaf etdirsinlər. Bəli, bu da miqə düşmüş qəbul suallarından biridir. Yadda saxlayın müəllimlər. Əgər müzakirədə sizə deyirsə, sualdan sual çıxır, sualdan yeni suallar yaranır, bilin ki, bu Sokrat dialoquna aiddir. O biri iş üsullarını da gəlin istəyirsiniz xatırlayaq. Dəyirmi masa artıq düşmür, amma yadda saxlayın ki, dəyirmi masada şagirddə müzakirə, arqument gətirmə, əsaslandırma bacarığı formalaşdırır. Akvarium, daxili xarici qruplar akvariumun açar sözüdür. Qrup şəklində aparılır. Adətən böyük və yaxud da kiçik qruplar şəklində aparıla bilir. Müzakirə xəritəsi ideyaların, təkliflərin qarşılıqlı fikir mübadiləsi hesab olunur. Qərarlar ağacı da ən səmərəli qərar vermə üsuludur. 5-ə baxıram. Dərzi şagirdi Əhməd əsərində nağıl janrına xas olan xüsusiyyətlər, dilin sadəliyi və şirinliyi, danışıq üslubunun üstünlüyü, hadisələrin gözlənilməz və sürətli inkişafı diqqəti cəlb edir. Müəllim şagirdlərə tapşırır ki, bu xüsusiyyətləri əsas götürərək yazıcının Əhməd obrazını bu cür təqdim etməsinin məqsədini əsaslandırsınlar və müəllif oxucuya nə demək istəyir? Obrazın oxucuya hansı təsiri var? Bunu əlaqələndirsinlər. Təbii ki, bu hansı mərhələyə aid olacaq? Təhlil mərhələsində. Müəllifin mövqeyini müəyyənləşdirmək, kiminsə nə demək istədiyini başa düşmək, əsaslandırmaq, təhlil etmək mərhələsindədir. Davam edirəm. Müəllim Ruminin məsləhəti mətninin oxusuna hazırlaşır və əvvəlcə oxu təlimatı ilə şagirdləri tanış edir. Sonra qiymətləndiriləcək meyarları elan edir. Baxın, qiymətləndiriləcək meyarlarımız bunlardır. Uşaq mühakimə yürütməlidir, nəticə çıxartmalıdır, əsas ideyanı müəyyən etməlidir. Artıq 2 ildir qəbula, həm sertifikasiya, həm miqə eyni ilə bu tipdə suallar düşür. Siz birinci burada nəyə diqqət edirsiniz? Sizə verilən məqsədlərə, meyarlara. Yəni, variant indi yanlış istəyəcək, doğru istəyəcək, ona uyğun qərar veririk bizdə. Hal-hazırda bizdən doğrunu istəyirsə, biz bir dəfə də diqqət edirik. Mühakimə yürütməlidir, nəticə çıxartmalıdır, əsas ideyanı tapmalıdır. Deyir, müəllimin məqsədi tətbiq etmək mərhələsinə aiddir. Müəllimin məqsədi dəyərləndirmə mərhələsinə aiddir, bir də anlamaq mərhələsinə. Mühakimə yürüdəcəksə dəyərləndirmək, nəticə çıxardacaqsa anlamaq, əsas ideyanı müəyyən edəcəksə bu anlamaq mərhələsinə aiddir. Baxın, avtomatik olaraq Y variantı və C variantını variantdan çıxardırıq. Müəllim şagirdlərdə informasiya savadlılığı səriştəsi formalaşdıracaq. Baxın, burada şagird bir axtarışda deyil, yəni bir məlumatı axtarmır şagird. Ona görə də informasiyanı da mən götürmürəm burada. Müəllim şagirdlərə informasiyanı ümumiləşdirmək və qruplaşdırmaq bacarığı formalaşdıra bilər. Bəli, mən bunu doğru götürə bilərəm. Çünki şagird informasiyanı ümumiləşdirməlidir ki, oradan nəticə çıxartsın, əsas ideyanı müəyyən etməlidir. Amma qruplaşdırmaq bacarığına görə hələ ki saxlayaq. Müəllimin müəyyən etdiyi meyarlarla şagirdlərin tapşırıqları daha sürətli yerinə yetirməsinə nail ola bilər və dərsin tempini artırar. Əslində bunu belə verməməli idi 4-ü. Yəni burada deyilməli idi ki, müəllim müəyyən etdiyi meyarlarla şagirdlərin fəaliyyətini daha sistemli hala gətirə bilər. Yəni daha sürətli yox, daha sistemli, daha düzgün hala gətirə bilər. Ona görə baxın 4-ü də götürmürük. Qruplaşdırmaq bacarığını amma nəticə çıxartmağa görə edə bilərik. Yəni bu hardasa uyğun gəlir. 3-ü götürürük. Müəllim şagirdlərə meyarları təqdim etməklə qiymətləndirmədə şəffaflıq və şagirdgörümlülük əldə edir. 3 ilə 5 bizim doğru cavabımız oldu. 6-da D variantı.
Məktəbli riyaziyyat dərsi zamanı 8-ci sinif şagirdi Rəvan tez-tez dərsdə deyilən fikirlərə müdaxilə edir və diqqəti yayınır. Müəllim ilk vaxtlar bu davranışları ciddiyə almır və keçər düşüncəsi ilə yanaşır. Lakin zamanla Rəvanın bu davranışı daha da artır və digər şagirdlərin dərsə diqqəti azalır. Sinifin ümumi motivasiyası zəifləyir. Müəllim şagird davranışının idarə olunması ilə bağlı hansı yanlışa yol verib? Müəllim davranış səbəblərini müəyyən etməlidir. Şagirddə özünü idarə bacarığı formalaşdırmalıdır. Bu doğrudur. Sinifdə davranış gözləntilərini bircə müəyyən edib, vizual lövhədə əks etdirmək olar. Bu da doğrudur, kollektiv məsuliyyət hissi formalaşdırar, ola bilər. Davranışın dəyişməsi üçün müəllim nizam-intizamı qorumaq məqsədi ilə müsbət gücləndiricilərdən istifadə edə bilər. Əslində, burada müsbət gücləndirici lazım deyil, çünki Rəvan davranışı pozur. Ona mənfi gücləndirici ola bilər, üzr istəyirəm, mənfi cəzalandırma ola bilər, müsbət cəzalandırma ola bilər. Amma müsbət gücləndirmə mükafat deməkdir axı. Şagird yanlış davranış irəli sürürsə, mən nəyə görə ona müsbət gücləndirmə verməliyəm? Bir növ mükafat verirəm ki, sən yaxşı davranmırsan. Diqqətli olun, bu behaviyorizm nəzəriyyəsinə aiddir. Deməli, davam edirəm. Müəllim yeni mövzunu təqdim edərkən əvvəlcə şagirdlərin əvvəlki biliklərini xatırladır. Onlara açıq suallar verir. Şagirdlər fikirlərini sərbəst şəkildə bölüşür və müəllim onların cavablarını dəyərləndirərək dərsin gedişatına uyğun şəkildə yönləndirir. Müəllim dərs boyu həm qrup işlərinə, həm də fərdi tapşırıqlara yer verir. Hər bir şagirdin dərsdə fəal olmasına çalışır. Verilən situasiyaya əsasən aşağıdakı fikirlərdən hansı düzgün deyil? Baxın müəllimlər, bizdə müəllimin səhv etdiyini gördükmü? Əvvəlki bilikləri xatırlatdı, açıq suallar verdi, uşaqlar fikirlərini sərbəst bölüşdülər, müəllim onları yönləndirmə etdi, həm qrup işi verdi, həm fərdi tapşırıq verdi. Yəni, burada müəllimin heç bir səhv etdiyini görmürük, təlimdə bərabər imkanlar quruldu, inklüziv təlim mühiti quruldu, fərdi yanaşmanı gördük burada, əməkdaşlığı gördük və s. Müəllim dərsi planlaşdırarkən yalnız mövzunun məzmununa deyil, eyni zamanda şagirdlərin əvvəlki bilik səviyyəsinə də diqqət yetirir. Bu isə onun dərsi daha məqsədyönlü və fərdi ehtiyaclara uyğun qurmasına imkan yaradır. Burada səhv yoxdur. Müəllim sinifdə şagiryönümlü təlimə əsaslanan öyrənmə mühiti qursa da, fərdi və qrup tapşırıqlarının qarışıq istifadəsi şagirdlərin fərdi ehtiyaclarına uyğunlaşmanı çətinləşdirə bilər. Təbii ki, bizim səhv variantımız B variantıdır. Çünki biz diferensial təlimin 4 komponentini keçmişdik. Demişdik ki, onun məzmun, proses, nəticə, qiymətləndirmə komponenti var. Məhz diferensial təlimin proses komponentində bizə deyilir ki, əgər şagird fərdi və yaxud da qrupla çalışmaq istəyirsə, şərait varsa siz ona şərait yarada bilərsiniz. Yəni, müəyyən qədər şagirdlərin fərdi işə, daha sonra qrupla işə cəlb edə bilərsiniz. Bir dərsdə 2 iş formasından istifadə edə bilərik. Bu o demək deyil ki, mən məsələn, bir şagirdə, bir qrup şagirdə qrup işi verirəm, bir qrup şagirdə fərdi iş verirəm. Bunu demir müəllimlər. Yəni, mən qrup işi verəndə hamı o qrup işinə cəlb olunmalıdır. Mən fərdi tapşırıq verəndə hamı o fərdi tapşırığa cəlb olunmalıdır. Və mən 1-45 dəqiqə ərzində ikisini də həyata keçirdirəmsə, orada mən müəllim kimi səhvə yol vermirəm. Deməli, bu müəllimin işini çətinləşdirməz. Amma səriştəli müəllimdirsə, əlbəttə ki, çətinləşdirməz müəllimin işini. Davam edirəm. Müəllim sinifdə bütün şagirdləri eyni standart yanaşmanı tətbiq edir. Bu yanaşmanın uzunmüddətli nəticələri ilə bağlı aşağıdakılardan hansı ən düzgün proqnoz ola bilər? Deməli, eyni standart, eyni yanaşma təlimdə bərabər imkanları pozur müəllim, ayrı seçkiliyi etmiş olur burada, qərəzli yanaşmış olur, inklüzivliyi pozmuş olur burada, pedaqoji tələblərdən və s. Təlimdə bərabər yanaşma ədalətli nəticələr doğuracaq və hər bir şagirdin potensialını maksimum dərəcədə üzə çıxardacaq. Bu düzgün proqnoz deyil. Müəllimin qərəzsizlik prinsipi şagirdlər arasında ədalətli münasibət yaradacaq. Əksinə, axı müəllim eyni standartı verdi. Mənim şagirdlərimdən bəzisinin potensialı aşağı, bəzisinin potensialı yuxarı ola bilər. B variantı səhvdir. İnklüziv təhsil mühitinin pozulması
motivasiyanın azalmasına və bəzi şagirdlərin akademik uğursuzluğa düçar olmasına gətirib çıxardacaq. Bəli, ən doğru yanaşmamız burada C variantıdır. Çünki biz inklüziv təhsil deyəndə orada ancaq sağlamlıq imkanları məhdud olan uşaqlardan danışmırıq. İnklüziv təhsil deyəndə potensialı çox yuxarı, potensialı aşağı, zəif şagirdlər, pasiv şagirdlər, psixoloji və fiziki travmaları olan şagirdləri də biz o mühitdə nəzərə almalıyıq. Davam edirəm 11-ci sualla. Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanda nəyin baş verdiyini şərh edin. Əgər şagird öz sözü ilə bunu danışırsa, bizdən həm bilik istəyir, həm də taksonomiyanı istəyir. Şagirdin şərh etməsi, nəyinsə əhəmiyyətini anlatması, qruplaşdırması, ümumiləşdirməsi, nəticə çıxartması, sadə müqayisə aparması, sadə analiz etməsi, sadə deyirəm. Bunu edirsə, konseptual bilik və anlamaq mərhələsi şagirddə formalaşır. Davam edirəm 12-yə. Azərbaycan dil dərsində müəllim supersi mövcuddurmu dinləmə mətni səsləndirir. Daha sonra şagirdlərə dinlədikləri mətndən aldıqları təəssüratı ya şəkil, ya da qısa mətn şəklində təsvir etməyi tapşırır. Baxın, dinləmə məzmun xətti var Azərbaycan dilində. Yazı məzmun xətti də var, üçüncü məzmun xətti də var. İki məzmun xətti varsa, nə götürürük bunu? Fən daxili, üfüqi inteqrasiya. Şəkil çəkdiyinə görə də fənlərarası inteqrasiya da götürürük. Yəni D variantı, fən daxili, fənlərarası inteqrasiya. Davam edirəm 13-cü sualına. Müəllim əsər üzərində dərsdə şagirdlərə tapşırıq verir ki, onlar əsas obrazın hiss və düşüncələrini düşüncə xəritəsi formasında təqdim etsinlər. Tapşırığın məqsədi şagirdlərdə obrazın daxili aləmini anlama, səbəb-nəticə əlaqələrini qurma, əsərin ideyasını müəyyənləşdirmə bacarığını inkişaf etdirməkdir. Qiymətləndirmə meyarımız budur. Nəticə çıxartmaq, obrazın keçirdiyi hissləri izah etmək. Gəlin indi baxaq, amma burada bayaqçından fərqli olaraq bizdən doğru olmayanlar istəyir. Müəllim şagirddə fənlərarası inteqrasiyanı təmin edəcək. Varmı burada fənlərarası inteqrasiya? Yoxdur. Səbəb-nəticə əlaqəsi var, əsərin ideyasını tapacaq. Yəni fənlərarası inteqrasiya yoxdur burada. Ona görə bax, mən 1-i götürürəm. Deməli 1 bizim 4 variantımızda var. A-nı çıxdıq. Tapşırıq obrazın daxili aləminin araşdırılması yolu ilə şagirddə konseptual anlayışların dərinləşməsinə səbəb ola bilər. Bəli, ümumiyyətlə elə bizim tapşırığımız səbəb-nəticə əlaqəsini qurma, əsərin ideyasını tapmaq, bu birbaşa şagirddə konseptual biliyi formalaşdırır. Ona görə 2 harda varsa 2-ni də çıxıram variantdan. Bu fəaliyyət əsasən şagirdlərdə müxtəlif mənbələr əsasında fakt toplamağı tələb etdiyindən tədqiqatçılıq və savadlılıq kompetensiyalarının inkişafına yönəlib. Əslində burada savadlılıq kompetensiyası var, amma tədqiqat yoxdur. Savadlılıq məsələn ünsiyyət quracaq, oxuyacaq, nəyisə təqdim eləyəcək, amma belə deyim də, tədqiqat yoxdur. Yəni elmi bir araşdırma aparmır ki, burada tədqiqatçılıq olsun. 1 ilə 3-ü biz doğru variant kimi götürürük. Qaldı ya C, ya da D variantımız. Tapşırıq şagirdlərdə mətn daxilində emosional vəziyyətlə hadisələr arasındakı əlaqəni qurmaqla mətnin ideya məzmun xəttini dərin şəkildə qavramasına xidmət edəcək. 4 də düzdür. 5-cidə deyir ki, bu meyar idraki sahənin təhlil etmək mərhələsinin inkişafına yönəlib. Obrazın keçirdiyi hisslər, yəni obrazın keçirdiyi hissləri anlayacaqsan və nəticə çıxardacaqsan. Burada tək idraki sahənin təhlil etmək mərhələsi yoxdur. Məsələn, başqasının hisslərini anlayırsansa, onu empatiya duya bilirsənsə, dəyərləndirmək mərhələsi və anlamaq mərhələsi daha çox uyğundur. Deməli, bizim cavabımız oldu 1, 3, 5. C variantı. Davam edirəm 14-cü sualla. Müəllim hazırlanacaq layihə ilə bağlı şagirdlərin komanda şəklində fəaliyyətini təşkil edir. Şagirdlərdən biri fəaliyyət zamanı yoldaşlarının diqqətini yayındırır. Onların məqsəddən uzaqlaşmasına şərait yaradacaq fikirlər səsləndirib prosesə mane olur. Müəllimin şagird davranışını idarə etməsi üçün hansı strategiyası daha səmərəlidir? Gəlin baxaq, davranış haqqında suallar ümumiyyətlə düşəcəksə müəllimlər. Müəllim şagirdin davranışını müşahidə edir, ehtiyaclarını müəyyən edir, daha sonra ona qrup daxilində rol verərək davranışı konstruktiv şəkildə istiqamətləndirir. Ola bilər.
Yəni burada onu müşahidə edir, ehtiyaclarını tapır, qrup daxilində rol verir, konstruktiv yanaşma irəli sürür də. Hələ ki A doğrudur, amma digər variantlara baxaq görək onlar niyə səhvdir. Şagirdin komanda işində fəal iştirakını təmin etmək məqsədi ilə müəllim onda problem həll etməni formalaşdırır. Burada problem həll etmə yox, əməkdaşlıq lazımdır, ünsiyyət lazımdır. Şagirdlərin fəaliyyətini dəstəkləmək üçün onların bilik və bacarıqlarının tətbiqinə şərait yaradır. Burada şagirdin davranışından söhbət getdi. Bilik və bacarıq yox, davranış problemi var idi uşaqda. Müəllim şagirdin aktivliyini nəzərə alaraq onun sərbəst fikirlərini məhdudlaşdırmadan qəbul edir və fəaliyyətin istiqamətini bu fikirlərə uyğun dəyişir. Baxın, burada əsas məsələ nədir? Mənə verilmədi, bu şagird aktivdir, müəllim buna görə ona göz yumur, onu istiqamətləndirir. Ona görə mənim G variantımda doğru cavab deyil. Elə doğru ən düzgün cavabımız A variantıdır. Davam edirəm növbəti sualla. Şagirdlərdən biri başqa şagirdə baxır və summativdən aşağı qiymət alanda o da gündəliyini müəllimə vermir. Bu da artı suallardan biridir. Verilənlərdən biri yaranmış problemi həll etməkdə müəllimə kömək edəcək. Gəlin baxaq. Deməli, bir uşaq digər uşağa baxır. Summativdən o da aşağı qiymət alır, gündəliyi vermir. Bir növ Banduranın nəzəriyyəsinə oxşuyur bu. Müşahidə əsaslı öyrənmə nəzəriyyəsinə. Müəllim şagirdlər arasında əməkdaşlıq və qarşılıqlı hörməti necə formalaşdıracağını düşünməlidir. Yəni, burada uşaqlar arasında bir problem yoxdur ki, ona görə mənim A variantım doğru deyil. Müəllim şagirdlərə öz fəaliyyətlərini refleks etməyə yönəltməli, arzu olunmaz davranışı minimuma salmalıdır. Bəli, ən doğru variantımız B variantıdır, amma o biri variantlara da baxaq. Müəllim sinifdə qayda və prosedurlar tətbiq etməlidir ki, belə problemlər yaranmasın. Əslində, baxın müəllimlər, bu daha çox şagirdin özünün öz fəaliyyətini refleks etməsi onu xilas edər, yoxsa qayda və prosedurların tətbiqi, yəni qayda və prosedurları tətbiq etməklə müəllim bunun qabağını ala bilməz. Köçürmənin qabağını ala bilər, amma summativdən aşağı qiymət alıram, gündəliyimi vermirəm, bu bir növ qorxaqlığın əlamətidir. Şagirdlərdə sosial məsuliyyət haqqında informasiya formalaşdırmalıyam və müzakirə aparmalıyam. Sosial məsuliyyət də odur ki, məsələn, başqalarının qarşısında sosiallıq nə deməkdir? Cəmiyyətdə insan tək özünə qarşı yox da, başqaları üçün də nələrsə etməlidir. Ona görə D variantı da uyğun deyil. Elə bizim ən doğru variantımız B variantıdır. 16. Müəllim dərs zamanı şagirdləri kiçik qruplara bölür, mövzu üzrə müzakirə verir. Bu tipli suallarda miqə də düşür, sertifikasiyaya da ehtiyatlı olun və son illərin məşhur sual tiplərindən biridir. Müzakirə zamanı müəllim müşahidə edir ki, qrupların əksəriyyətində 1-2 şagird iştirak edir. Digərləri isə mövzuya aid olmayan fəaliyyətlə məşğul olur. Danışan yoldaşlarının sözlərini yarımçıq kəsirlər, fikir mübadiləsi aparmırlar. Müəllim bu vəziyyətin səbəblərini təhlil edərək problemi aradan qaldırmaq istəyir. İndi deyir ki, problemin yaranması və problemin həll yolunu göstər. Problemin yaranması informasiya bacarığı ola bilməz. Ünsiyyətlə bağlı gözlənti ola bilər. Nəyə görə? Çünki uşaqları müəllim qruplara bölür, müzakirə aparır. Müzakirədə uşaqların bəzisi aktivdir, bəzisi aktiv deyil. Yoldaşlarının da sözünü kəsənlər də var burada. Yəni, ünsiyyət səriştəsi ola bilər. Amma yanındakına baxaq, hər dərs zamanı bu gözləntiləri şagirdlərə bildirmək lazımdır ki, uşaqlarda ünsiyyət mədəniyyəti, hər dərs bu gözləntiləri şagirdlərə bildirmək problemi həll etməz müəllimlər. Ona görə B variantının üstündən xətt çəkirəm. Bir tərəfi doğrudur, bir tərəfi yox. Müəllim şagirdlərin meyl və marağını nəzərə almadan tapşırıq hazırlayıb. Əslində, burada elə bir söhbət də getmədi. Burada əsasən uşaqların potensialından, maraq və tələbatından yox da ünsiyyət səriştəsinin olmamasından söhbət getdi. Şagirdlərdə sosial bacarıqlar zəifdir. Müəllim sosial bacarıqların yumuşaq bacarıq olduğunu nəzərə almalıdır və uşaqlar qarşılıqlı münasibətdə olan zaman bu uşaqlar üçün bir şəxsi keyfiyyət sayılır. Müəllim də bunun formalaşdırılmasına vaxt sərf etməlidir. Bəli, sosial bacarıqları müəllim uşaqlarda formalaşdırmalıdır. D variantı bizim ən doğru variantımızdır. Növbəti 17-ci suala baxaq. Uyğunluğu istəyir. Şagirdlərdə yaradıcı yanaşmanı inkişaf etdirməklə onlarda emosional zəkanın da inkişafını təmin etmək olar. Əslində yaradıcı yox, tənqidi təfəkkürü inkişaf elətdirməklə emosional zəkanı artırmaq olar.
Sinifdə risk götürmə mədəniyyətini formalaşdırmaq, şagirdlərdə yeniliklərdən qorxmamaq və cəsarətli olmalarını təmin edir. Bəli, müəllimlər, ümumiyyətlə sinifdə risk götürmək mədəniyyəti şagirdlərdə yaradıcı düşüncəni stimullaşdırır. Amma qabağında yenə də yanlış yazıb, götürmürük. İctimai qınaqdan nəticə çıxarmaq prinsipinə əsaslanaraq şagirdlərin davranışını digər sinif yoldaşlarının yanında müzakirə etmək lazımdır. Ümumiyyətlə biz ictimai qınağı qəbul etmirik və bu yanlışdır. Ona görə də C variantını burada səhv variant kimi qəbul edə bilərik. Çünki bu da yanlışdır. Bu da yanlışdır. Bizdən də nə istəyir? Uyğunluğu istəyir. Ona görə biz növbəti sual 18-ci suala baxırıq. Sinifdə şagirdlərin biri çalışqanlığına və akademik nəticələrinə görə hər zaman seçilir. Bir qrup sinif yoldaşı həmin şagirdə məxsus əşyaları götürür və onunla əməkdaşlıq etmirlər. Deyir, burada bullyingin hansı növlərinə rast gəlinir? Baxın müəllimlər, əməkdaşlıq etmirlər o deməkdir ki, həmin şagirdi aralarına almırlar. Yəni onunla danışmırlar. Sosial bullyingdir. Əşyalarına zərər vururlarsa, bu da qayda kimi bilirik ki, fiziki bullyingə aiddir. Cavabımız 2, 3, A variantı. Kiberbullying nədir? İnternet üzərindən, sosial şəbəkə üzərindən baş verən bullying. Tədris bullyingi nədir? Müəllimin şagirdə bilmədən onu incitməsi. Yəni müəllim bilmədən şagirdini incidir. Davam edirəm 19-cu sualla. Müəllim tədris prosesində müzakirə apararkən eyni mövzunu müxtəlif üsullardan istifadə etməklə şagirdlərə izah edir. Heterogen siniflərdə belə dərsin təşkili bütün şagirdlərin diqqətini cəlb edir və onların maraqla dərsi dinləməsinə şərait yaradır. İndi bizdən nə istəyir? Yanlışı istəyir. Müəllim şagirdlərin öyrənmə xüsusiyyətlərini nəzərə alır. Əla, bəli, alır, heterogen qrupdur, təhlükəsiz öyrənmə mühiti yaradır. Bu doğrudur. Müəllim tədris prosesini effektiv şəkildə inkişaf etdirir, bütün şagirdləri həvəsləndirir və bütün şagirdlər öz fikirlərini ifadə edə bilirlər. Doğrudur. Müəllim diferensiallığı qismən həyata keçirsə də, ümumiyyətlə bax, yadda saxlayın. Bu sualımızda biz gördükmü müəllim qismən belə deyək də problem diferensiallığı təşkil elədi? Xeyr. Biz qismən sözünü deyə bilmərik. Çünki bax, burada eyni mövzu müxtəlif üsullarla tətbiq olundu, heterogen qruplar yarandı, uşaqların diqqətini cəlb etmək üçün dərsi daha maraqlı dinləməsinə müəllim şərait yaratdı. Ona görə də C variantı bizim doğru variantımız deyil. Yəni yanlış fikir D variantıdır. Davam edirəm sonuncu 20-ci sualımızdan. Dərsdə müəllim təlim nəticələrini elan edir və müxtəlif tapşırıqlar verir. Lakin şagirddə həyati bacarıqlar formalaşdıra bilmir. Deyir, problemin həlli üçün effektiv olan hansıdır? Bu sual artı sualıdır və çətin sualdır. Deyim ki, asan sual deyil. Yəni burada müəllimlər həqiqətən də düşünürlər ki, hansı variantı götürsək daha mənalı olar. Müəllimlər, bu tipli suallarda heç vaxt özünüzü qorxutmayın. Yəni birinci baxın, bax təlim nəticələrini elan etdi. Yəni məqsədi elan edirəm, tapşırıq da verirəm. Lakin həyati bacarıq formalaşdıra bilmirəm. Bunun səbəbi nə olar? Bax, inteqrasiya haqqında niyə mən uşaqlara məlumat verim ki? Əgər desəydi inteqrativ düşüncə formalaşdırmalıdır, bu hissə düzdür. Amma bu hissə səhvdir. Tapşırıqların icrası zamanı şagirdlərdə keçirilənlərlə ətraf aləm arasında əlaqənin yaradılması buna kömək edə bilər. Burada birbaşa bizdən inteqrasiyanı istədi deyə mən artıq B variantını doğru variant kimi götürürəm. Amma A variantında mən niyə inteqrasiya haqqında uşağa məlumat verim? Yəni inteqrasiya nə deməkdir? Bunun haqqında uşağa niyə məlumat verməliyəm? A variantı doğru variant deyil. Məntiqi düşünmə şagirddə həyati bacarıq formalaşdırmaz. Deyir ki, dərsi ali məktəbə qəbul proqramına yönəlik şəkildə təşkil etmək lazımdır. Bu da doğru yanaşma deyil. Sonra sağlam psixososial sinif mühitinin yaradılması şagirdlərdə həyati bacarıqlar formalaşdırar. Əslində, belə deyək də, bu qismən doğrudur, amma ən doğru variant bizim B variantımızdır. Y variantı biraz fərqli olsaydı, məsələn, desəydi ki, şagirdlər sinifdən müzakirə edəcək, əməkdaşlıq edəcək və onlarda həyati bacarıqlar formalaşacaq. Bəlkə onda daha doğru variant kimi Y-ni götürərdik. Amma hal-hazırda bizim ən uyğun variantımız B variantıdır. Çünki inteqrativ məlumatları, inteqrativ düşüncəni şagirddə formalaşdırmaq, ətraf aləm arasında əlaqə yaratmağa kömək eləmək bir növ şagirdin öyrəndiyi hadisələrin həyatda nəyə lazım olacağını bilir. Nədə istifadə edəcəm bunu? Belə, əziz müəllimlər, sualların izahı bitdi. Sağ olun, görüşərik.